Axşamınız xeyir olsun. Meçiddən qayıtdıq, artıq evdəyəm, çox yorğunam. Bugün yoruldum, amma dəyərdi. Əməyə keçən hər kəsə təşəkkürümü bildirirəm. Kömək olanlara da onun kimi videodan baxırlar, bilirəm, izləyəcəklər. Deməsəm olmaz. Yenə də Wildberries sifarişlərimi götürmüşəm. Onları paylaşacağım sizinlə. İlk öncədən İsmail yanımda dayanıb ki, mənim paltarımı. İsmail her il eyni şey, şortlu kofta. Bu sefer pomagay. Böyle bir şortlu. Bunun bir de futbolkası. Qara. Böyle bir. Bir de bunun sumkasını. Дай покажу сумку. Уже открыл. Uşaqların futbolkaları dəst götürdüm. İyni. Bundan İsmail'in sumkası, futbolkasından dəst olsun diye şortundan. İsmail'e de İmran'a da İsa'ya da İmran'a da eyni şeyi zakaz elədim. Bunun tayhardadır, buradadır. Bunu atmayacağım, yani dərsdir. Eyni bundandır. Artıq demişdim də, ikisini də süt gindirəcəm. Nəhayət ki İmran'ınki gəldi, düzgün rəngdə gəldi. Yadınızdadsa da rəngi açıq rozlu gəlmişdi. Qaytardım mən təbii ki. Şalvarla dərs. İlçanınkini artıq gindirmişəm 2 dəfə. Bugün gindirdim. Paketlərin hamısını açdım, qabağıma qoydum ki rahat olsun. Bu şalvarları çox gözlüydüm. Endirime düştüm diye. Çünkü çok bahalıdır. 1900 idi, səhv eləmirəmsə. Gözlədim ki, endirime düşsün. 953 manatdan aldım. Это что-то не то. Что? Нет. Düzdür. Amma ki, ayaqlarını qatlamaq lazımdır. Belə bir şalvardır. Mayo! Şəkildəkilə eyni gitdi, amma ki, şəkildə tamam başqa cür görünür. Yəqin şəkildə belə ayağı qatlanılmışdı deyə daha gözəl görsənirdi. Geyindirib yoxlayacağım, xoşuma gəlməsə qaytaracağım. Çünki görünüşdən xoşuma gəlmədi. Onun tayını açın, bu nəsə yekə görsənir.